Bütün Əli Allahın özüdür. Ona görə biz öz Rəbbimizə səslənib ya Ali mədəd deyirik. Bütün Əli Allahın özüdür. Ona görə biz öz Rəbbimizə səslənib ya Ali mədəd deyirik. Bütün Əli Allahın özüdür. Ona görə biz öz Rəbbimizə səslənib ya Ali mədəd deyirik. Bütün Əli Allahın özüdür. Ona görə biz öz Rəbbimizə səslənib ya Ali mədəd deyirik. Mən bilmirəm nə deyim. Allahu Ekber. Bilmirəm hardan başlayayım. Bu elə bir küfürdür ki, misilsiz bir küfürdür. Bu elə bir küfürdür ki, Hristiyanların küfürüdür. Bu elə bir küfürdür ki, bütpərəstlərin küfürüdür. Maalesef bu günləri şiyələr bunu hələm də başa düşməyiblər. Deməli, Kərbəlayı Qurban bir sözü var. İmam Əli Allahın özüdür deyir. Diqqətli olun. Görün şiyələr, şiyə dini, şiyəliyi içərisindəki olacaq insanları hara aparır? Yəni bu tərəfdən Abdülhaşim olacaq bir qrup çıxdı şiyələrin içərisindən. Namaz yoxdur, oruc yoxdur, Qur'an təhrif olunub, içki halaldır, qiblə yoxdur, hicab yoxdur. Daha küfür olacaq söhbətlər. Bu tərəfdən də şiəlikdən xəttlər çıxır, İmam Əli Allahdır. Gəlin bir yerdə qulaq asaq. Amma belə səhifəyə tam olaraq filmini qoyacaq. O kimdir, nəçidir, şəklini də qoyacam, biləsiniz. İnşallah səsini dinləyək. Görməlisən. Mütləq mənada Əliyə beyyət eləməlisən onun ilahlığına. Yoxsa desən ki, mən ya Əli mədəd deyirəm, amma Əli Allahdan qeyrisidir, o zaman sən yanılırsan. Əgər sən ya Əli mədəd deyirsən ki, Əli Allahdan qeyrisidir, mənim kimi ayaq yoluna gedir, ondan istəyə bilmərsən. Sən əgər ya Əli mədəd deyirsənsə, biz Əlicilər kimi, Ələvilər kimi mütləq mənada la ilahə illa Əli deməlisən, ondan sonra ya Əli mədədini sabitləməlisən. Başqa adı yoxdur bunun. Əgər sən la ilahə illa Əli deməyib, ya Ali mədəd desən, sənin o ya Ali mədədin qüsurludur. Sənin o ya Ali mədədində eyib var. Bizim ya Ali mədədimiz səhihdir. Niyə görə? Çünki biz Əlini Allahdan qeyri bir şey görmürük. Bizim üçün Əli Allahın özüdür. Ona görə biz öz Rəbbimizə səslənib ya Ali mədəd deyirik. Deməli, bir də qoyuram. Bizim üçün Əli Allahın özüdür. Ona görə bizim üçün Əli Allahın özüdür. Ona görə bizim üçün Əli Allahın özüdür. Ona görə İmam Əli ayaq yoluna girməyib, İmam Əli və salam, belə. Baxın, ey sənmiş yerlər, düzdür də çoxunuz məni sevmirsiniz, amma mən bu günləri sizə həqiqəti çatdırıram. Şiyəliyin içərisində olacaq, belə deyək də, imanlı olacaq insanlar var ki, onların imanını əllərindən alıb, o məscid imamları, o tələbələr TikTokda, sosial şəbəkədə insanları aldadırlar. Halbuki onlar əsl sifətini hələm sizə göstərməyiblər. Həqiqətən də əsl sifətlərini sizə göstərməyiblər. Özlərini elm tələbəsi kimi adlandırırlar, amma əslində qəlblərində İmam Əliyə Allah deyənlər var. İmam Əli ayaq yoluna girməyib və s. İmam Əli Allahdır deyənlər var. Çoxu öz dinini açığa vurub, çoxu da hələm də sosial şəbəkədə təqiyyə edirlər. Siz bəzilərinə sual versəniz, TikTokda oturanları ən çox, məşhur olanları ən çox, deyəcəklər, yox, İmam Əli Allah deyil. Çünki hələm siz ona hazır deyilsiniz deyənə, sizə bu sözləri demirlər. Diqqətli olun, siz hələm bu sözə hazır deyilsiniz deyənə, bunu həzm eləyə bilməzsiniz deyənə, hələm sizə İmam Əli bir Allahdır sözünü demirlər. Onun üçün də sayıq olun və ibadətinizi Qur'ana bağlayın. İbadətimizin təməlini Allah Rəsulunun həyatından götürün. Bəli, sizin kitablarınızda İmam Əli Allahdır deyirlər. Bəli, amma mən sizə tövsiyə eləyərəm ki, o firqədən çıxasınız,
o əqidədən çıxarsınız. Çünki məscid imamlarının, bu birinci dəfə deyil, yəni Qurbanın təkcə məscid olaraq imamı Qurbanın bu sözü deyil. Başqa məscid imamları var ki, İmam Əli bizim Rəbbimizdir demişdi. Ey sənmiş şeylər, ayılın. Ayılın və dinimizi Qur'an və Peyğəmbərin həyatı ilə tutuşturun. Sosial şəbəkədə sizi alladırlar. Allah'a şükürlər olsun ki, mən dayanmayacağam. Mənə nə qədər şər və böhtan atsaz belə, mən dayanan deyiləm. Ayşəyə şər böhtan attınız, zinakardır dediniz. Ömərə şər və böhtan attınız, zinakardır dediniz. Bugün Seyyid Əli Xameyniyə də o sözləri deyirlər. Amma biz buna inanmırıq. Yəni bu bir işarədir ki, onlara ki, mənim yolumu heç kəs dayandıra bilməyəcək Allahın izni ilə. Mən Azərbaycandakı olan dindarları Allahın kitabına, Resulullahın sünnətinə dəvət edirəm. İrandan gələn, İraqdan gələn o dinin qabağını almaq lazımdır və itələmək lazımdır öz dövlətlərinə, elə öz dövlətlərində də qalsınlar. Həmd olsun Allaha, bizim dövlətdə din Qur'andır, din Peyğəmbərin hədisləridir. Bu iki dənə qaynaqla siz geçsəz, bunu sayəsində inşallah cənnət sizə veriləcək. Yox, İrandan gələn, İraqdan gələn dinlə geçsəz, millətimizə, torpağımıza, dinimizə xəyanət etmiş olacaqsınız. Necə ki, bax, bu kimi insanlar istehsal eləyən İran hakimiyyəti Azərbaycanlıların dindar olacaq Azərbaycanlıların içərisinə buraxılıb, İmam Əli Allahdır sözünü sizə verir. Yəni fabrik işləyir, İrandakı fabrik hələm işləyir. İnşallah bir gündə o İrandakı olan fabrik qapısı bağlanacaq, hamı dönəcək Qur'ana və hamı dönəcək Peyğəmbərin həyatına. Baxın, izləyin indi. Baxın, izləyin. Esselamu aleykum, kanalıma abunə olun və bunu hər kəsə paylaşın. Görün ki, şiyələrin alimləri, şiyələrin elm tələbələri insanları Əliyə Allah deməyə çağırır. Baxın ha, Əliyə Allah deməyə çağırır. O qədər biz bunu sosial şəbəkədə gördük ki, İmam Əli Allahdır, İmam Əli Allahın elə özüdür. Sadəcə çoxu bunu hələm sizə demir. Yenə deyirəm, çoxu sosial şəbəkədə oturan o kafirlər hələm din xadimləri mənəm görürük də, hələm də öz dinlərini gizlədirlər, açığa vurmurlar, onlar həqiqəti demirlər, təqiyyə edirlər. Əlbəttə ki, bu filmdən sonra həmənki sosial şəbəkədə olan o din xadimləri var ha. Onlara, yəni din xadim deyəndə heç ara qutarıb eləməyiblər. Prosta 100 nəfər izləyicisi var, 200 nəfər izləyicisi var və yaxud da 20 min izləyicisi var. Kanal açanda 100 nəfər, 200 nəfər olur. O insanlar özlərini bir alim kimi, elm tələbəsi kimi görsədirlər. Bax, o insanlara sual versəz bunları ki, İmam Əli Allahdır, yoxsa yox. Onlar deyəcək, estağfurullah, küfürdür, yox. Çünki onlar hələm susurlar. İçindəki olacaq həqiqəti ortalığa çıxartmırlar. An içəcəklər, bəli. Yalandan an içəcəklər. Allaha and olsun, Peyğəmbərə and olsun, kitaba and olsun ki, İmam Əli Allah deyil. Amma bilin ki, şiəlikdə təqiyyə var deyənə, insanları allatma var deyənə, hələm də onların sözlərindən bu sözü siz eşitməyəcəksiniz. Çünki hələm vaxtı deyil. Amma həmd olsun Allaha ki, baxarsınız, bəzi məscid imamları etiraf edir yavaş-yavaş ki, Əli Allahdır. Mən sizə məsləhət, hamınız bir olaraq o dinin hədislərini tərk eləyin. O dinin hədisləri insanları küfürə aparırlar. İnsanları yamaniyə aparırlar. Abdülhaşimə aparırlar. Özünü Britaniyadakı olan belə deyək də şiəliyə aparırlar.
sizi hər tərəfdən imanınızı oğramaq istəyirlər, çalmaq istəyir. Biri İmam Əlinin əli ilə sizin imanınızı puç eləyib sizi kafir etmək istəyir. Biri isə Mehdi Aleyhisselamın vasitəsilə sizin imanınızı puç eləyib kafir etmək istəyir. Onun üçün ayılın, ayıq və sayıq olun. İmamların adına o qədər yalanlan hədis uydurmuşdular və sizi kafir etməkdən ötürü məqsəd qoyublar. Sosial şəbəkədə oturublar ki, sizi Allahın dinindən, Resulullahın sünnətindən uzaq etsinlər. Paylaşın ki, bu həqiqəti hamı görsün. Ya Əli mədəd deyirsənsə, mütləq mənada Əlini Allah görməlisən. Mütləq mənada Əliyə beyyət eləməlisən, onun ilahlığına. Yoxsa desən ki, mən ya Əli mədəd deyirəm, amma Əli Allahdan qeyrisidir, o zaman sən yanılırsan. Əgər sən ya Əli mədəd deyirsən ki, Əli Allahdan qeyrisidir, mənim kimi ayaq yoluna gedir, ondan istəyə bilmərsən. Sən əgər ya Əli mədəd deyirsənsə, biz Əliyçilər kimi, Ələvilər kimi mütləq mənada la ilahə illa Əli deməlisən, ondan sonra ya Əli mədədivi sabitləməlisən. Başqa adı yoxdur bunun. Əgər sən la ilahə illa Əli deməyib, ya Əli mədəd desən, sənin o ya Əli mədədin qüsurludur. Sənin o ya Əli mədədində eyib var. Bizim ya Əli mədədimiz səhihdir. Niyə görə? Çünki biz Əlini Allahdan qeyri bir şey görmürük. Bizim üçün Əli Allahın özüdür. Ona görə biz öz Rəbbimizə səslənib ya Əli mədəd deyirik. Ya Əli mədəd deyirsənsə, mütləq mənada Əlini Allah görməlisən. Mütləq mənada Əliyə beyyət eləməlisən, onun ilahlığına. Yoxsa desən ki, mən ya Əli mədəd deyirəm, amma Əli Allahdan qeyrisidir, o zaman sən